Bismillah. 2026'nın birinci yarısında en çok pul kazanacak bürclər bunlardır. Astroloji tranzitlərə əsasən Oğlaq, ilin pul lideri, yanvar-mart aylarında böyük qazanc, işdə yüksəliş, maaş artımı, bonus, biznes və daşınmaz əmlakdan gəlir. 2026'nın ilk yarısında en çok kazanan bürc Boğa, pul axını sabit və güclü olacaq. İnvestisiya, ticarət, torpaq algısı uğurludur. Mart-may ayları xüsusilə şanslıdır. Əqrəb, gözlənilməz pul borcun bağlanması, risk alanlar qazanacaq. Fevral və aprel ayları zirvədir. Şir, şəxsi biznes, reklam, sosial media gəlirləri. Mart ayından sonra qazanc artır. Tanınma pul gətirir. Dolça, onlayn layihələr, xariclə işlər, yeni müqavilələr əlavə gəlir. Aprel-iyun arası xüsusilə uğurlu. Daha ehtiyatlı olmalı bürclər, xərçəng, qız, balıq. Lazımsız xərclərdən uzaq durmaq